Sadə ərzaqlarla möhtəşəm nəticə. İşdən gəldiyiniz zaman bu resepti tez hazırlaya bilərsiniz. İlk öncə xırda vermişili yağlı tavada qovururuq. Qızarandan sonra həmin vermişilləri başqa bir qaba boşaldırıq və xırda doğranmış soğanları qovururuq və soğanların üzərinə bir pomidor əlavə edib qavururuq. Biraz pomidorlar qovurulandan sonra üzərinə tomat pastası əlavə edirik və çəkilmiş ət üzərinə əlavə edirik və qazı xırda xodda qoyub 10 dəqiqə ətin pişməsini gözləyirik. Daha sonra həmin vermişilləri üzərinə əlavə edirik, yaxşı qarışdırırıq və üzərinə 3 stəkan su tökürük. Ancaq mən sonra 1 stəkan da əlavə etdim və budur, vermişilimiz artıq hazırdır. Üzərinə kişniş tökürük, çox gözəl alınır, hər kəsə nuş olsun.